Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, həyatda bəzi insanlar var ki, min yaxşılığı bir pisliklə, silinməsi ilə unudanlar həmin şəxsi. Düşün ki, bu qədər arada yaxşılıq olub, mən sənə pislik eləyirəm, bir əsəb yaxud səni kobud deyirəm, səni acılayıram və nəticədə etibarilə qarşı tərəfdən elə bir reaksiya meydana gəlir ki, sanki bu qədər illərdir, yaxud bu münasibət olmayıb, yaxud bu qədər yaxşılığın qarşısında sən düşmən olmalısan, düşmənçilik fazasına keçməlisən. Bu da əslində nə ilə bağlanır? O qədər pis insanlarla müəyyən yaş dövrlərində qarşılaşıblar ki, yaxud travma alıblar ki, və həmin travmalardan sonra hər hansı bir şəxslə münasibət quran zaman ona da qarşı bir səhvdən sonra kindar bir münasibət bəslənir. Adətən bəzi insanlar var, səhvlərini götürmürlər. Məsələn, sən səhvsən, bunu deyirəm, sən götürməlisən, yaxud sən boynuna almalısan. Çünki qayda olaraq səhv səhvdir, doğru doğrudur. Yəni doğru ilə yanlışın fərqi budur da. Və bəzi insanlar bunları niyə götürmürlər? Adətən səhvlərindən qaçırlar, yaxud danırlar. Bu da psixoloji olaraq belə bir düşüncə tərzi var ki, yaxud adətən bunu obsession kompulsiv pozuntuya yoluxmuş, takıntıya belə deyək, məcburi rituallara edilən hərəkətlərə yoluxmuş insanlarda baş verir ki, sən səhvini götürmə. Sən səhvini götürsən, sən ən alçaq insan olacaqsan, ən şərəfsiz insan olacaqsan. Yəni birisi nə ilə bağlıdır? Yəni sanki sənin şəxsiyyətini təhqir edirəm, səni söyürəm kimi düşüncə ilə yanaşması ilə bağlıdır. Amma əslində əksinə sən səhvini boynuna alsan, təbii ki, yaxud günahkar olduğunu, bu məsələ təbii ki, bağlanar, bitər və qarşı tərəf də ən azı rəğbət verər, nifrət vermək yerinə. Çalışın bu tipli insanlardan da uzaq olun. Çünki onlar hər zaman sizin səhvinizi yaxud doğrunuzu sizə 99% ehtimalla deməyəcəklər. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə aparılır. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsi məlumat verə bilərlər.